Rusiyada aşağı gəlirli əcnəbilər ölkədə əmək fəaliyyətini davam etdirə bilməyəcəklər. Bu barədə Dövlət Dumasına təqdim olunmuş yeni qanun layihəsində qeyd olunur. Sənədə əsasən hökumət Rusiyada işləyən əcnəbilərin özlərini və onların himayəsində Rusiyada yaşayan ailə üzvlərini regional əmsal nəzərə alınmaqla yaşayış minimumundan aşağı olmayan səviyyədə təmin etməsini məcburi etməyi təklif edir. Daxili İşlər Nazirliyi miqrantın gəlirləri barədə məlumatı Federal Vergi Xidmətindən təqvim ilinin 3, 6, 9 və 12 ay üzrə əldə edə biləcək. Əgər müvafiq məlumat təqdim olunmazsa və ya gəlir müəyyən edilmiş minimum səviyyədən aşağı olarsa, əmək patenti və ya iş icazəsi verilməyəcək, yaxud ləğv ediləcəkdir. Belə hallarda əcnəbilər yetkinlik yaşına çatmamış övladları ilə birlikdə Rusiyada müvəqqəti qalmaq üçün digər qanuni əsaslar olmadıqda 15 gün ərzində ölkəni tərk etməlidirlər. Və qeyd edim ki, aşağı gəlir müvəqqəti yaşamaq icazəsinin verilməməsi və ya ləğvi üçün də əsas ola bilər. Həmçinin il ərzində 10 aydan az müddətdə işləyən əcnəbilərə də belə icazə verilməyəcək.